Herkese salam. Bugün sizinle to be used to və used arasındakı fərqə baxacağıq. İnkar formasında isə didn't köməkçi feilindən istifadə olunur və used sözündəki d şəkilçisi artıq düşür. For example, I didn't used to like big cities, but now I do. Yəni mən əvvəllər böyük şəhərləri sevməzdim, amma indi sevirəm. Used to feili keçmişdə davamlı olaraq baş vermiş hərəkətlər haqqında danışarkən istifadə olunur. For example, I used to like big cities, but now I don't. Yəni keçmişdə əvvəllər mən böyük şəhərləri sevərdim, amma indi yox. Yəni used to feili ardım ərdim kimi tərcümə olunur və özündən sonra infinitiv feil istifadə olunur. To be used to ifadəsi isə alışmaq, öyrəşmək anlamında istifadə olunur və özündən sonra əgər feil olarsa, yəni nəsə etməyə alışmaq anlamında istifadə ediriksə, verb ing istifadə olunacaq. Yəni feili ing şəkilçisi əlavə olunacaq. Nəyə alışmaq olanda isə sadəcə isim gələcək və to be bildiyimiz kimi şəxsə görə am, is, are olaraq dəyişəcək. For example, I am used to the rain. I'm used to the rain, yəni mən yağışa alışqınam, yağışa öyrəşmişəm. Or he is used to the noise. O səs-küyə alışqanlıdır. O səsə Azərbaycanca eğitim. Okay. O səs-küyə öyrəşibdir. O səs-küyə alışıbdır. To be used ifadəsindən sonra feil gələrsə, feil ing şəkilçisi qəbul edir. For example, I'm used to working hard. I'm used to working hard, yəni mən çox işləməyə alışqınam. Yəni öyrəncəliyəm, öyrəşmişəm. Thank you so much. Bye bye.